Nar. Bol miqdarda antioksidantı olan bir meyvə. Qanı artıran, orqanizmə dinclik bəxş edən nar sadəcə sağlamlığın keşiyində dayanmır. Nar həm də bir çox cəhətdən faydalıdır. Bizdə bunlardan ən məşhuru estetik və tibbi cəhətdən əvəz edilməz məhsul olması faktıdır. Nar dənələrindən şirə və yağın alınması ilə yanaşı, onun qabığından kosmetologiya məhsullarının və əczaçılıq sahəsində dərman preparatlarının istehsalında istifadə edilə biləcək komponentlər alınır. Bütün bunlarla yanaşı, artıq dünyanın bir çox ölkəsində nardan, daha doğrusu onun qabığından bioyanacaq kimi istifadə olunur. Son dövrlərdə bir çox inkişaf etmiş ölkələrin ağac emalı müəssisələrində tullantılardan pellet adlanan preslənmiş məhsul istehsal olunur. Bu 8-23 mm diametri və 10-30 mm uzunluğu olan silindrik bərk məhsullardan yanacaq kimi yaşayış yerlərinin istiliklə təmin olunması üçün istifadə edilir. Pellet ekoloji cəhətdən təmiz yanacaq məhsul olduğuna görə yandırılarkən bitkilərin fotosintez zamanı istifadə etdiyi miqdarda karbon qazı ayırır və 3% kül əmələ gəlir. Hətta samandan da pellet hazırlanır. Təkcə 2016-cı ildə ölkəmizdə 2.800.000 tondan artıq taxıl istehsal olunur. Bu isə ötən illə müqayisədə 2% çoxdur. Bir sözlə pellet istehsalı üçün yerli imkanlar kifayət qədərdir. Artıq bəzi Avropa ölkələrində yaşayış evlərinin 2/3 hissəsi bu yanacaqla qızdırılır. 2005-ci ildə Kanadada 915.000 ton pellet istehsal olundu. Çində 2020-ci ilə qədər ildə 50 milyon ton pellet istehsalı nəzərdə tutulur. Amerika Birləşmiş Ştatlarında isə 600.000-dən artıq bina pelletlə qızdırılır. Nar qabığından emal edilib preslənmiş halına baxıldıqda da pelletin nə qədər praktik və ekoloji təmiz məhsul olduğu açıq-aydın müşahidə olunur. Proses həm də nar qabıqlarının utilizasiya problemini aradan qaldıracaq. Məlumdur ki, ölkəmizdə bir neçə nar istehsalı müəssisəsi fəaliyyət göstərir və tonlarla nar qabığı tullantısı ekologiyanı çirkləndirir. Nəzərə alsaq ki, nar qabığı torpağa qarışdıqda onu yararsız hala salır, o zaman bu tullantıların utilizasiyası çox vacibdir. Tamamilə tullantı materialından istehsal olunduğu üçün iqtisadi cəhətdən sərfəlidir. Yalnız yerli mənbələrdən istifadə olunaraq istehsal edildiyi üçün ölkə iqtisadiyyatı üçün böyük mənfəət kəsb edir. Təmiz və daha rahat istifadə olunur. Yanma nəticəsində cəmi 0,3% kül əmələ gəlir ki, bu da onu istifadəyə daha yararlı edir. Məlum olduğu kimi, müvafiq maddələr gübrələr şəklində torpağa qaytarılmasa, nəticədə torpaq tədricən degradasiyaya uğrayır və münbitliyi azalır. Bu baxımdan pelletin kül məhsulundan gübrə kimi istifadə edərək onu yenidən torpağa qazandırmaq olar. Yanma nəticəsində hər hansı zərərli qaz meydana gəlmədiyindən zəhərlənmə təhlükəsi də yoxdur. Onu əminliklə azon təbəqəsinin dostu adlandırmaq olar. Təbiət hesablanması mümkün olmayan dəyərə malik olan bir sərvət və nemətdir. Bütün təbii sərvətlər tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən. Təbii sərvətlər yalnız müasir texnika və texnologiyanın köməkliyi ilə
tükənməz qala bilər. Elə tükənməyən xammal bazası olan bioyanacaq pellet kimi. Ev və qeyri-yaşayış sahələrinin qızdırılması. Pellet istehsalat sahələrində. Pelletlə işləyən elektrik stansiyası. Avropa İttifaqı 2020-ci ilədək bərpa olunan enerji mənbələrinin istifadəsinə görə yatırılan investisiyaların həcmini 2 dəfə artıraraq 70 milyard dollara çatdırmaq niyyətindədir. Və bu dövrədək bərpa olunan enerji mənbələrindən istifadə zamanı istixana qazlarının və enerji istehlakının 20% azalacağı proqnozlaşdırılır. Bu sahənin inkişafı Azərbaycana mövcud karbohidrogen ehtiyatlarından daha qənaətlə istifadə etmək imkanı verəcək. Ölkə əhalisinin ilbəil artdığını və ənənəvi yanacaqla işləyən stansiyaların tikintisi üçün yerin artıq çətin tapıldığını nəzərə alsaq, alternativ enerji stansiyalarının qurulması və bununla da əhali və ətraf mühitə ziyanın minimuma endirilməsi məsələsi də aktuallaşır. Bu baxımdan Mars FK Ltd məhdud məsuliyyətli müəssisəsinin Kürdəmir rayonu ərazisində 412 hektar ərazidə saldığı nar bağı gözəl imkanlara malikdir. Burada 300 min ədəd və 6 növdə nar ağacı əkilir. Məhsuldarlığa gəlincə, ildə 12-15 min ton nar məhsulu gözlənilir ki, onun da qabığından, tumcumığından və budaqlarından 5 min ton pellet istehsal oluna bilər. Bu isə il ərzində 3,5 meqavat elektrik enerjisi deməkdir.